Bugün mən sizə həyatları film kimi olan körpələrimizdən danışmaq istəyirəm. Başqa uşaqlara baxırdım, İsrazo başlayırdım ağlamaq. Bəs məndə niyə belədir? Qızımın yaşama ümidi heç ümumiyyətlə yox idi. İlk dəfə Zeynəbi görəndə həkimdən soruşduğumuz ilk sual o olmuşdu ki, Zeynəb yaşayacaqmı? Bildiyiniz kimi 17 noyabr vaxtından əvvəl doğmuşlar günüdür. Bu uşaqlar çarəsiz deyil. Onlar çox güclüdürlər. Bəlkə bədənləri çox kiçikdir, amma gücləri çoxdur. Və doğru bir yanaşma ilə tam təşəkküllü, yaxşı bir reanimat şöbəsinə qaldıqları zaman həkim və tibb personalının doğru qayğısı ilə, valideynin inamı ilə onlar çox sağlam həyat yaşaya bilirlər. Baku Medical Plazada 30 həftəlik doğulub, 1 kilo 300. Deməli Zeynəb 28 həftədən həkim mənə erkən doğuş riski qeyd eləmişdi. 30 həftəyə qədər xəstəxana şəraitində yatmışıq. Zeynəb anadan olan kimi küvezə düşüb, 36 gün xəstəxanada yatıb. Biz onu 36 gündən sonra xəstəxanadan evə götürmüşük. Bizim ilk Zeynəbi görəndə keçirdiyimiz hisslər çox qəribə, çox həyəcanlı. Həkimdən soruşduğumuz ilk sual o olmuşdu ki, Zeynəb yaşayacaqmı? İndi isə Zeynəbin artıq 8 yaşı var, 3-cü sinifdə oxuyur. Bugünkü günümüzdə mən çox belə valideynlərlə rastlaşıram. Hansı ki, uşaqları erkən doğulur, erkən doğuş riski qoyulan valideynlər çox rastlaşmışam və hamısına da həmişə ürək-dirək verirəm ki, narahat olmayın. Mən onlara ən birinci Baku Medical Plazanı tövsiyə edirəm həqiqətən. Danışacağım qızımın hekayəsidir. Bu yolda bütün analara ümid olmaq üçün danışıram. Qızım 28 həftəyə 1 kilo 230 qram Baku Medical Plazada doğulub. Doğularkən durumu çox ağır idi. Yəni həmin günlərə gedəndə sadəcə duyğulanıram və necə danışacağımı bilmirəm. Çünki çox ağır günlər yaşadıq. Bu yolda həm Baku Medical Plazanın kollektivi, ailəm və dost tanışlarımın dəstəyi sayəsində çox şükür ki, həmin günlərdə belə deyim, ümidimizi itirmədik. Göydə Allahın, yerdə Baku Medical Plazanın doktorları, kollektivi sayəsində qızım şükür bu gün çox yaxşıdır, tam sağlam şəkildədir. Çox çətin idi. Bunlar qalıblar kuvezdə 87 gün. Başqa uşaqlara baxırdım, İsrazo başlayırdım ağlamaq. Bəs məndə niyə belədir? Doğrudan möcüzədir. 2 dənə möcüzə. Azərbaycan tarixində ilk dəfə 2015-ci ildə 17 noyabr tarixində məhz bu zalda biz həm körpələri toplayaraq, vaxtından əvvəl bizdə doğmuş uşaqları, həm onların valideynlərini, eyni zamanda bu ölkənin tanınmış neonatoloq və ginekoloqları bura toplayaraq o günü ilk dəfə Azərbaycanda qeyd etmişik. Və çox sevindirici haldır ki, artıq bu ənənə halını aldı. 2015-ci ildən bu yana ki, artıq 10 ildir, ölkədə fərqli güşələrində, reanimasiya şöbələrində bu gün qeyd edilir. Bu günün ən böyük əhəmiyyəti odur ki, biz həkimlər, biz valideynlər birləşərək, əl-ələ verərək, bu bizim üçün həmişə dediyimiz uşaqlar bizim gələcəyimizdir. Bu körpələrə bir yaşama fürsəti veririk, şansını veririk və Allahın yardımcısı ilə biz bu uşaqlarda
çox gözəl nəticələr əldə edə bilirik. Buradan sizə səslənirəm. Əgər sizin uşağınız vaxtından əvvəl doğulacaqsa, bu bir çarəsizlik deyildir. Doğru yanaşma ilə, doğru bir qayğı ilə onlar çox güclü mübarizə aparırlar və çox vaxtda çox üz güldürücü nəticələr əldə edirik. Mən bu gün münasibətilə həm sizləri, həm tibb işçilərini təbrik etmək istəyirəm. Ümid edirəm ki, birlikdə əl-ələ verərək biz çox daha yaxşı nəticələr əldə edəcəyik.